Davam edirik. 11, 22. Burada bax, çıxlar qeyd olunmalıdır tələsdirmək üçün. Yəni, ona görə qeyd etməmişəm. 1, 2-yə bölürük 5 dəfə 11. 5-i 2-yə bölürük 2, 4, 1. 2-ni 2-yə bölürük 1, 2, 0. Baxaq görüm düzmü almışıq? 1. Bəli, düz almışıq. Yəni, bu 0 demişdim də, qeyd etməyə də bilərik. Yenə də eyni nəticəni aldıq. Düzəndə yenə də eyni nəticəni aldıq. Bu 0-ı qeyd etmirik burada. Onu burada da qeyd etmirik. Və baxırıq 8-ciyə. 8-ciyə də, yəni 8-də nümunəyə baxaq. Bunu düz yazaq. 5, 6 dənə olmalıdır. Bəli, oldu. İndi 8-ci nümunəyə baxaq. 86 onluqda 8-liyə keçirmək. Yəni 8-ə bölürük. Asan yoldur. 6. Onun içərisində yenə 8 varsa, onu da bölürük. 8-ə 2 düşdü. Və bir daha 8-ə bölünmədiyi üçün cavab olacaq. 1, 2, 6, 8 idi. İkilikdən onluğa keçmək də daha asandır. Yəni, asan yoldur bu da. İkilikdən onluğa keçmək üçün nömrəli üzərini və yaxud uşaqlara belə də öyrətmişdim. Birdən sonra neçə ədəd var? 5 ədəd var. Yəni, bunu onluğa keçirmək üçün 1 vurulsun. İkilikdən keçirdiyimizdə 2/5. Daha sıfırları yazmasaq da olar. Məsələn, onsuz da bu sıfırı yazsam da, sıfırı neçəyə vursam, 0 edir. Bunlar da elə. Vaxt qazanmaq üçün elə birləri. 1 vurulsun 2/3. Elə birləri yazaq, həm vaxta qənaət olsun, həm də sürətli həll qaydalarını da öyrənək eyni zamanda. 2/5 32. 32-ni 1-ə vurduq 32. 2/3 Deməli, 32-ni 1-ə vururuq 32. Üstə gəl. 2-nin kubu 8. 8-ə 1-ə vururuq 8. 2-nin kvadratı 4. 4-ə 1-ə vururuq 4. 32, 12. 44. Cavabı almış olduq 44. Və növbəti sual, bu da sadədir, bu vurma qaydasıdır. Yenə nömrələyirsiniz. Bunların üzərində 0, 1. 4 vurulsun 8 üstü 1. 7 üstə gəl, 7 vurulsun 8 üstü 0. 4-ü 8-ə vurduğumuzda 32. 8 üstü 0 1-ə bərabərdir. 7 gəlir üzərinə 39. Və beləcə burada da cavabı 10-cu nümunədə də cavabı 39 almış olacaq. Bugünlük bu qədər. Ümid edirəm ki, izahlarım sizə aydın oldu. Gələn görüşlərə qədər növbəti videolarda da inşallah izləyib öyrənə bilərsiniz. Gələn görüşlərə qədər sağ olun, izlədiyiniz üçün təşəkkür edirik.